Texnologiyaya peşəkar baxış. Usta, bir çox müştəri smart televizorları bir müddət istifadə edəndən sonra bəzi problemlərlə qarşılaşır. Televizorda səs olsa da görüntü olmur, ekran işləyəndə qaralır və yaxud görüntü keyfiyyəti aşağı düşür. Bəzi hallarda da ekran göyərməyə başlayır. Bu problemlər nə ilə bağlı ola bilər? Deməli, müasir televizorlarda, smart və yaxud da LED televizorlarda bir müddət işlədikdən sonra, yəni ən çox müşahidə olunan defektlərdən biri də səsin olub, ekranda şəklin olmamasıdır, yəni görüntünün olmamasıdır. Və yaxud da ekran tünd göy rəngdə görsədir. Bu onun əlamətidir ki, ekranın işıqlanma sisteminin xarab olma əlaməti, xarab olması ilə yəni əlamətidir. Onu yenilədikdən sonra yenə də bir müddət televizorlar normal iş qaydasında işləyirlər. Usta, bəs Salton servisdə hansı brend televizorların təmiri ilə məşğul olursunuz? Demək olar ki, bütün növ televizorların, müasir televizorların təmiri ilə məşğul oluruq. Məsələn, Riffel, Beko, Grundig, Samsung, LG, Sony, Philips və ilə axıra.